Salam, hər vaxtınız xeyirli olsun əziz abituriyentlər və dəyərli müəllimlər. Bugün sizlərlə fizikada mövzu izahı ilə tanış olacaq. Bundan əvvəlki videomuzda ilkin riyazi anlayışlar, fiziki kəmiyyətlər və onların növlərindən danışmışdıq ki, demişdik ki, bu anlayışlar, yəni keçən video izahımıza baxsaz, daha rahat bir şəkildə fizika üçün lazım olan minimum riyazi biliklərdən söhbət açdıq. Həmçinin çox mühüm riyazi biliklərdən ki, bütün fiziki mövzuların hamısında o mövzuda danışdığımız bütün dərslər tətbiq olunacaq. Vektoriallıq, skalyarlıq və s. bu kimi anlayışlar. Bugün isə sizlərlə mexanika bölməsinə giriş edirik. Mexanika fizikanın böyük bölmələrindən biridir ki, özlüyündə bir neçə bölməni birləşdirir. Mexanika bölməsi 3 növə bölünür: kinematika, dinamika və statika. Bəzi kitablarda 4-cü bölmə olaraq da maye və qazların mexanikası bölməsindən də danışılır ki, burada mayələrin və qazların hərəkətindən söhbət açılır. Amma əsas götürüləndə bu üçü mexanikanın əsasını təşkil eləyir. Maye və qazların mexanikası tamam ayrı bir bölmədir. Kinematika bölməsində nədən danışılır? Hərəkəti doğuran səbəbi araşdırmadan mexaniki hərəkətin müxtəlif növlərini öyrənir. Hərəkəti doğuran səbəb deyəndə nə başa düşürük biz? Məsələn, hər hansısa bir cisim, məsələn mən olduğum yerdən başqa bir yerə hərəkət edirəm. Mənim hərəkətimi öyrənir kinematika bölməsi. Necə hərəkət elədiyimi öyrənir. Düz xətli, əyri xətli və s. Lakin bunun niyə bu formada getdiyim səbəbini öyrənmir. Məsələn, düz xət boyunca getməyimə səbəb, əyri xət boyunca getməyimə səbəb və s. Yəni, bu bölmədə bir sözlə səbəb araşdırılmır. Lakin bunun tam əksi olaraq dinamika bölməsində isə biz deyirik ki, hərəkəti doğuran səbəbləri nəzərə almaqla öyrənən bölmə adlanır dinamika bölməsi ki, dinamikanın da əsasını Newtonun 3 qanunu təşkil edir ki, birinci, ikinci, üçüncü qanun. Bu bölmədən də biz inşallah danışacaq. Üçüncü bölməmiz bizim Newton qanunları bölməsidir. Daha doğrusu üçüncü isə statika olacaq bizdə. Statika nədir? Statika bölməsində də cisimlərin tarazlıq şərtləri öyrənilir. Tarazlıq şərtləri, sadə mexanizmlər, onların növləri, linç, blok, mail müstəvi və s. bu kimi anlayışlar öyrənilir statika bölməsində. Bizim bugün başlayacağımız hissə kinematikadır ki, hərəkəti doğuran səbəbləri araşdırmadan mexaniki hərəkətin müxtəlif növlərini öyrənir. Biz bugün ümumilikdə həmin o mexaniki hərəkətin növlərinə baxacaq, bəzi anlayışlara baxacaq. Mexaniki hərəkətin anlayışı nə olduğunu bilməliyik ki, daha sonra onun növlərinə keçid eləyə bilək. Mexaniki hərəkət deyəndə nə başa düşülür? Zaman keçdikcə cismin fəzada başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsi mexaniki hərəkət adlanır. Məsələn, mən cisim, bura fəza, mən cismin siz cisimlərə, yəni başqa cisimlərə nəzərən fəzada öz vəziyyətini dəyişməsi, məsələn, buradan başqa bir yerə keçid etməsi. Ən primitiv versiyada tərifi bu cürə analiz eləyə bilərik ki, fəzada başqa cisimlərə nəzərən vəziyyətin dəyişməsi adlanır mexaniki hərəkət ki, üç belə deyək, növdən ibarətdir. İrəliləmə hərəkəti, fırlanma hərəkəti və rəqsi hərəkət. Bu üç növdən ibarətdir. Gəlin bu növlərlə tanış olaq. İrəliləmə hərəkəti deyəndə nə başa düşülür? Bütün nöqtələri eyni cür hərəkət edən cismin hərəkətinə irəliləmə hərəkəti deyilir. Bir də deyirəm, bütün nöqtələri eyni cür hərəkət edən cismin hərəkətinə irəliləmə hərəkəti deyilir. İrəliləmə hərəkəti deyəndə əsas şərt nədir? Yəni, simmetriklik burada qorunmalıdır. Baxın, bu hissədə biz deyə bilərik ki, simmetriklik qorunub. Bütün nöqtələr eyni formada, eyni cürə hərəkət eləyir ki, məsələn, avtomobilin qarşı təkəri, arxa təkəri. Bu iki təkər bir-birinə nəzərən irəliləmə hərəkətindədir. Anidən tormozlanma baş versə, qarşı təkər dayandığı istiqamətdə, eyni formada arxa təkərdə dayanır. Yəni, mümkün deyil ki, qarşı təkər getsin, arxa təkər dayansın və ya tam əks proses baş versin. Tormozlanma prosesi olanda ikisi də dayanır və hərəkət prosesi olanda ikisi də eyni formada hərəkət edir. Hər ikisinin üzərində, məsələn, gedib bir işarə qoysaz, iz qoysaz, görərsiniz ki, simmetrik formada bu fırlanacaq. Təbii ki, burada mümkündür ki, bəzi fərqli nüanslar olsun, kənara çıxmalar olsun, avtomobilin hərəkətində və s. İndi bizim bundan işimiz yox, amma ümumi götürsək qaydamızı, bütün nöqtələr eyni cürə, eyni formada hərəkət edir.
Və burada mühüm şərt nədir? İrəliləmə hərəkətində ən mühüm şərt ki, bu çaşdırıcı bir nüansdır ki, adətən müəllimlər də burada çaşırlar, abituriyentlər də burada çaşırlar ki, irəliləmə hərəkəti ilə fırlanma hərəkətinin qarışıq nüansları var. Biz baxın burada bu şərti bilməliyik ki, irəliləmə hərəkətində cismin iki nöqtəsindən xəyalən birləşdirilən düz xətt özünə paralel qalmalıdır. Yəni, istənilən iki nöqtədən xəyalən birləşdirilən düz xətt hərəkət zamanı da özünə paralel qalmalıdır. Bunu misal olaraq biz indi fırlanma hərəkətindən danışanda daha rahat başa düşəcəksiniz. Keçək ikinci hala. Fırlanma hərəkəti nədir? Cismin bir nöqtəsi tərpənməz qalıb, digər nöqtələri onun ətrafında çevrələr cızır. Bir nöqtəsi tərpənməz qalıb, digər nöqtələri onun ətrafında çevrələr cızır. Bax, belə hərəkət adlanır fırlanma hərəkəti ki, irəliləmə hərəkətindən fərqi budur ki, ixtiyari iki nöqtədən keçən düz xətt özünə paralel qalmır. Bax, biz bu hissəyə diqqət eləməliyik ki, hərəkət zamanı özünə paralel qalmır. Burada irəliləmə hərəkəti ilə fərqli nüans nədir? Çaşdırıcı nüans nədir? Məsələn, bəzi nümunələr verilə bilir ki, soruşur ki, bu irəliləmə hərəkətidir ya fırlanma hərəkətidir. Misal, avtomobilin arxa təkəri, ön təkəri, bu dedik ki, irəliləmə hərəkətinə aiddir. Məsələn, fərqli bir nüanslar da biz deyə bilərik. Əlimizdə bir şeyi götürüb, məsələn, bu formada fırlatsaq, bu fırlanma hərəkətinə təbii ki, misal olacaq. Yumru bir çevrə cızacaq. Bir nöqtəsi tərpənməz qalır, digəri onun ətrafında çevrələr cızır. Məsələn, şeytan çarxı deyirlər. Şeytan çarxı nədir? Məsələn, bulvarda görmüsünüz, bu formada fırlanır. O, bəzən çaşdırır müəllimləri də, şagirdləri də. Bu, irəliləmə hərəkətidirmi, yoxsa fırlanma hərəkəti? Şeytan çarxının hərəkəti birbaşa irəliləmə hərəkətidir. Çünki orada belə bir nümunə biz deyə bilərik ki, bax, bu hissədir, sonra bax, bu hissədir. Təqribən, baxın, bu formada hərəkət eləyir. Bura diqqət yetirsək. Gəlir, bax, bu formada fırlanma baş verir. Bax, bunun bu hissəsindən keçən düz xətt. Bunun bu hissəsindən keçən düz xətt, bunun bu hissəsindən keçən düz xətt hərəkət zamanı paralel qalır. Ona görə bu fırlanma versiyasına oxşasa da biz bu hərəkətə irəliləmə hərəkəti deyəcəyik ki, çaşdırıcı nüansdır. Bu diqqətli olaq burada. Bu da belə. Əsas irəliləmə ilə fırlanmanın bu kimi cəhətləri qarışdırıla bilər. Növbəti və sonuncu mexaniki hərəkətin növü rəqsi hərəkətdir ki, rəqsi hərəkətdə periodik təkrarlanmadır. Yəni, zaman keçdikcə periodik, dövrü şəkildə təkrarlanan hərəkət rəqsi hərəkətdir. Məsələn, planetlərin günəş ətrafında hərəkəti fırlanma ilə qarışdırıla bilər, amma bu periodik olaraq təkrarlanır. Fırlanma hərəkətində budur ki, periodik təkrarlanma baş verməyə bilir. Amma burada isə daimi periodik təkrarlanma var. Ona görə deyəcəyik ki, planetlərin günəş ətrafında hərəkəti də rəqsi hərəkətdir. Gəlir kinematika bölməsində əsas anlayışlar. Kinematikanın əsas anlayışları nələrdir? İlk danışacağımız anlayış maddi nöqtə anlayışıdır. Maddi nöqtə nədir? Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cismə maddi nöqtə deyilir. Bir də deyirəm, ölçüləri nəzərə alınmayan cisimdir maddi nöqtə. Ölçülər nəzərə alınmamaq nə deməkdir və verilmiş şərait sözü nə deməkdir? Gəlin, onu dərindən araşdıraq. Verilmiş şərait budur ki, bəzi cisimlər ki var, maddi nöqtə ola bilir, həmin cisim maddi nöqtə bəzən ola bilmir. Burada şərait məsələsi çox mühümdür. Nədir bu şərait? Misalı belə verə bilərik. Məsələn, biz təyyarədəyik, təyyarə hərəkətdədir və biz təyyarənin içərisindəyik, təyyarəni bütün ölçüləri ilə birgə görürük, həmin təyyarəni. Ona görə bizim üçün maddi nöqtə sayılmaz və ya təyyarədə baxan bir digər sərnişin üçün biz maddi nöqtə sayılmarıq. Yanaşı oturmuşuq, bir-birimizi öz ölçülərimizdə normal şəkildə görürük. Lakin mən yerdəyəm, təyyarə yerdən neçə kilometr yüksəklikdədir. Artıq oradan mənə baxan cisim məni maddi nöqtə kimi görmüş olacaq. Səbəb məsafə məsələsidir ki, burada verilmiş şərait sözü də onu xarakterizə eləyir ki, burada məsafə məsələsi çox mühümdür. Ona görə burada diqqətli olmalıyıq. Misal üçün, yerin günəş ətrafında orbitinin uzunluğunu hesablayarkən biz maddi nöqtə kimi baxa bilərik yerə. Yerdən günəşə qədər məsafəni hesablayarkən maddi nöqtə kimi baxa bilərik. Həmçinin yer ekvatorunun uzunluğu soruşula bilər bizdən. Lakin yer kürəsinin ekvatorunun uzunluğunu hesablayarkən yerə maddi nöqtə kimi baxa bilmərik. Çünki burada əsas şərt bir şey yadda saxlayaq. Bu şərait, yəni şərait dediyimiz ölçü məsələsidir və məsafə məsələsidir ki, nə qədər uzaqlıqdadır. Uzaqlıq nə qədər çox olsa, təbii ki, cismin ölçüləri nəzərə alınmayacaq, dərəcədə kiçik olur və biz fiziki olaraq həmin cismə maddi nöqtə
anlayışının adını verə bilirik ki, yəni bu maddi nöqtə hesablamaq mümkündür. Və maddi nöqtə anlayışında bir nüans çox mühümdür ki, maddi nöqtə kütləyə malik olur. Yəni cismin ölçüləri nəzərə alınmayanda mümkündür ki, biz onun həcminə 0 kimi baxaq. Məsələn, ölçüləri nəzərə alınmır ki, həcmi 0 kimi götürə bilərik. Soruşula bilsə belə bir sual, həcmlə kütlə arasında burada fərq var. Amma mütləq maddi nöqtə kütləyə malik olur ki, bunu da yadda saxlayaq. Növbəti anlayışımız hesablama cismi anlayışıdır. Hesablama cismi nədir? Hərəkət hansı cismə nəzərən öyrənilirsə, həmin cismə hesablama cismi deyilir ki, bu tərif olaraq düşə bilər. DİM test toplusunda da var. Mümkündür ki, belə deyək, açar sözlərdə filan bu kimi hallarda imtahanlarda istifadə olunsun. Sertifikasiya imtahanı da sadə bir versiyada gələ bilər. Lakin bunun bir qədər çətinləşmiş versiyaları var ki, testlərdə bunlara toxunacaq inşallah zaman keçdikcə ki, bir cismi, hesablama cismi götürüb digər cismin ona doğru hərəkəti necə təyin olunur? Bu barədə danışarıq inşallah testlər üzərində. Növbəti anlayış hesablama sistemi anlayışıdır. Hesablama sistemi nədir? Hesablama cismi, onunla bağlı koordinat sistemi və zamanı ölçən cihaz. Saat ola bilər, saniyə ölçən ola bilər. Bunlar hamısı bir yerdə hesablama sistemi adlanır. Bir də deyirəm, hesablama cismi, onunla bağlı koordinat sistemi və zamanı ölçən cihaz. Saat, saniyə ölçən bu kimi anlayışlar hesablama sistemi adlanır. Məsələn, bu formada adətən verilə bilər bizə. Hesablama sistemi deyəndə X, Y, Z, yəni koordinat sistemi. Zamanı ölçən cihaz, saat bu formada verilə bilər. Bir də bizə verilə bilər nə? Hesablama cismi, yəni nöqtə şəklində də bunu göstərmişik, yəni üçünün bir yerdə tətbiqi. Bunlar üçü birgə adlanır nə? Hesablama sistemi. Növbəti anlayışımız ki, mühüm anlayışlardan biri də artıq ki, məsələlərdə bizə lazım olacaq, çox istifadə olunur. Trayektoriya anlayışıdır. Trayektoriya anlayışı nədir? Cismin hərəkət zamanı cızdığı xətt. İstənilən hərəkət zamanı cızılan xəttə trayektoriya deyilir. Məsələn, qələmi götürüb, kağız üzərində bir iz buraxsaq, həmin o iz trayektoriyadır. Bu trayektoriyada özlüyündə bölünür iki yerə, əyri xətli trayektoriya var. Bir də düz xətli trayektoriya. Yəni, bundan başqa versiya yoxdur. Ya düz xətli trayektoriyadır, ya da əyri xətli trayektoriyadır. Adı üzərinə düz xətt boyunca çəkilibsə düz xətlidir, əyri xətt çəkilibsə əyri xətli trayektoriya adlanır. Məsələn, A nöqtəsindən B nöqtəsinə doğru cismin hərəkətini götürsək, bu bir istiqamətində çəkilən adlanacaq düz xətli trayektoriya, iki istiqamətində çəkilən isə əyri xətli trayektoriya adlanmış olacaq. Növbəti anlayışımız yol anlayışıdır. Yol nədir? Gedilən yol. Trayektoriyanın uzunluğudur. Bundan öncə danışdıq ki, biz trayektoriya nədir? Maddi nöqtənin hərəkət zamanı cızdığı xətt. Həmin o xətti də ölçsək biz, xətt keşlə, ölçü lenti ilə, ruletka ilə fərq eləmir. Müxtəlif cihazlar var ki, burada vermişik. Ölçü lenti, xətt keş, ruletka, bu kimi anlayışlar, belə deyək, cihazlar yolu ölçmək üçün bizə lazımdır. Trayektoriyanın uzunluğu yol adlandı. Və burada biz bilməliyik ki, trayektoriya özü anlayışdır. Yol isə yadda saxlayaq, fiziki kəmiyyətdir. Və bu fiziki kəmiyyətdir, tərifi budur ki, trayektoriyanın uzunluğudur ki, özü də necə fiziki kəmiyyətdir? Müsbət skalyar. Yəni, yol həmişə sıfırdan böyükdür. Hərəkət zamanı sıfır ola bilməz ki, bunun qeydini də vermişəm, danışarıq bu barədə. Yolun vahidi nədir? Yol adətən ellə işarə olunur. Lakin bəzi kitablarda S də verə bilirlər. Sadəcə yer dəyişmə S-lə işarə olunur deyə elə yolu el, yer dəyişməyində S vektorial kimi yadda saxlasaz, bunlar arasında çaşqınlıq yaranmaz, amma fərq eləməz. S-lə də deyə bilərsiniz, L-lə də deyə bilərsiniz ki, vahidi də nədir? 1 metrdir. Yolun vahidi 1 metrdir. Bizə kilometr verilə bilər, santimetr, millimetr və s. uzunluq vahidlərindən verilə bilər ki, beynəlxalq sistemdə əsasən biz metrdən istifadə edəcəyik, yəni metrə gətirməliyik bunu. Ölçü lenti, xəttkeş, ruletka kimi cisimləri, daha doğrusu yolu təyin eləmək üçün cihazlardan istifadə olunur. Ölçü lenti, ruletka və xəttkeş. Növbəti anlayış ki, yolla bir yerdə çaşqınlıq yarada bilən bir anlayış ki, yer dəyişmə. Yer dəyişmə nədir? Maddi nöqtənin hərəkət zamanı, trayektoriyanın başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş sözü.
Bax, bu mühümdür. İstiqamətlənmiş düz xətt parçası. Niyə məhz istiqamətlənmiş? Çünki yerdəyişmə vektorial bir fiziki kəmiyyətdir. Vektorial bir fiziki kəmiyyət olduğundan mütləq vektorlar istiqamətə malik olmalıdır deyə deyəcəyik ki, yerdəyişmə istiqamətlənmiş düz xətt parçasıdır. Tərif bizə verilsə, təriflərdə var bu. Başlanğıc və son nöqtəni birləşdirən düz xətt parçası. İstiqamətlənmiş sözünü yığışdırdı oradan. Yanlışdır. Mütləq bu söz olmalıdır və bu sözlə bizim tərifimiz daha kamil formada olan tərifdir və daha dəqiq formada olan tərifdir. Vektorial kəmiyyət olduğunda dedik, S hərfi ilə işarə olunur. S vektordur, vektorial formada. Vahidi 1 metrdir. Yol kimi, gedilən yol kimi bu da ölçü lenti, xəttkeş, ruletka bu kimi cihazlarla ölçülə bilər. Bir qaydaya diqqət yetirək ki, bizdə mexaniki hərəkət zamanı yol 0 ola bilərmi, yerdəyişmə 0 ola bilərmi? Sualımızın cavabı bu olacaq ki, mexaniki hərəkət zamanı yol 0 ola bilməz, yerdəyişmə 0 ola bilər. Səbəb nədir? Yol ki, dedik ki, biz müsbət skalyar kəmiyyətdir. Məsələn, mən hərəkətə başlamışamsa, artıq mən bir neçə metr, kilometr fərq eləmir də, indi bunu nə ilə ifadə eləyiriksə. Hərəkət eləmişəm, 1 metr hərəkət eləmişəm. Bu 0 ola bilməz. Artıq hərəkət varsa mütləq yolda da müəyyən bir məsafə var. Amma bəs yerdəyişmə də bir məsafədir axı. Bu necə 0 ola bilər deyirik. Yerdəyişmənin tərifi budur. Başlanğıc və son vəziyyəti birləşdirən düz xətt parçası. Cisim buradaydı, misal ünvanında. Fırlandı, hərəkət elədi, məsələn, gəldi. Axırda təzdən gəldi bu nöqtəyə. Başladığı yer buraydı, fırlandı, təzdən bura gəldi. Bu cisim nə qədər də hərəkət eləsə, yerini dəyişmiş sayılırmı? Sualın cavabı budur ki, xeyr, sayılmır. Burada başlayıb hərəkətə, fırlandı, neçəsə kilometr, neçəsə gün hərəkət elədi, yenidən gəldi ora. Deməli, buradan o nəticə çıxır ki, mexaniki hərəkət zamanı yol 0 ola bilməz, müsbət skalyardır, yer dəyişmək isə vektorialdır deyə mümkündür ki, vektor başladığı yerə qayıtsın və bu zaman yer dəyişmə 0-a bərabər olmuş olar. Daha sonra düzxətli və əyri-xətli trayektoriyadan ki, biz danışdıq. Düzxətli trayektoriyada yol yer dəyişməyə bərabərdirmi və böyükdürmü? Bu anlayışlardan danışacaq. Cisim A nöqtəsində fərz eləyək ki, hərəkətə başlayıb, B nöqtəsinə qədər gəlib. A-dan B-yə düz xətt icra edib. Buna deyəcəyik düzxətli trayektoriya. Lakin bunun yolu da L-dir, yer dəyişməsi də S-dir. Yolla yer dəyişmə üst-üstə düşür. Yolla yer dəyişmə üst-üstə düşürsə, buradan o nəticə çıxır ki, düzxətli trayektoriyada yol yer dəyişməyə bərabərdir. Lakin əyri-xətli trayektoriyada bu belə deyil. Əyri-xətli trayektoriya cisim bir A nöqtəsindən hərəkətə başlayıb B nöqtəsinə doğru. Bu, bunun yer dəyişməsidir ki, başlanğıcla sonu birləşdirən istiqamətlənmiş düz xətt. Lakin yol isə buradan bura bu formada icra edilir. Məsələn, düz xəttlə yol yoxdur da, bir dənə yol var, əyridir. Düz xətt boyunca gedə bilmirəm. Məsələn, bunu biz hər hansısa bir küçələrdə filan yollarda görə bilərik ki, düz xətt boyunca getsək, gərək üstü ilə hava yolu ilə gedək. Bir növ bunu belə yadda saxlayın. Yer dəyişmə bir növ hava yoludur. Tutaq ki, mən buradan, Bakıdan tutaq ki, Gəncəyə gedirəm mən. Gəncəyə qədər olan yol düz xətt deyil. Burada əyri küçələr var, əyri versiyalar var. Bu olacaq yol. Bu metrlə biz bunu ölçsək yol deyəcəyik. Məsələn, 500 kilometrdir buradan Gəncəyə tutalım. Bu məsafə yoldur. Biz buna yer dəyişmə deyə bilmərik. Yer dəyişmə ola bilər ki, Bakıda dayandığım yerdən düz qalxım yuxarı və eynən Gəncədə gedəcəyim nöqtə haradır? Ora düppədüz hava yolu ilə məsələn gedirəm. Əgər hava yolda varsa təbii ki də olacaq bu. Düz xətt. Bax, bu düz xətt mənim yer dəyişməm adlanacaq. Bir növ bunu bu cürədə yadda saxlaya bilərsiniz ki, istiqamət dəyişilməsin. Başdan axıra kimi düz xətt boyunca hərəkət olsun. Əyri xətlidə isə biz dedik ki, yol yer dəyişmədən böyükdür həmişə. Ümumi bir nəticə çıxır ki, bizdə yol yer dəyişmədən ya böyük ola bilər, ya da bərabər ola bilər. Yol yer dəyişməyə bərabər olur düz xətli hərəkətdə. Yol yer dəyişmədən böyük olur əyri xətli hərəkətdə. Sizi çaşdırıb bax bu formada verəcəklər ki, yol yer dəyişmədən kiçikdir. Bu təbii ki, yanlışdır. Belə bir hərəkət, belə bir hal yoxdur. Bunun nümunəsinə biz baxa bilərik. Nümunə olaraq bir neçə nümunə vermişəm burada. Məsələn, cisim A nöqtəsində hərəkətə başlayır B-yə, B-dən C-yə, C-dən D-yə doğru hərəkət edir. Deməli, burada biz nəyə diqqət eləməliyik ilk öncə? Diqqət eləməliyik ki, bunun yolu, yol rahatdır. A-dan D-yə gedirsə 3 metr bura, 5 metr bura, 3 metr bura. Bunları cəmlədik. Deməli, cisim A-dan D-yə 11 metr yol getmiş olur. Bəs yer dəyişmə
Başlanğıc vəziyyət bu A nöqtəsidir. Son vəziyyət bu D nöqtəsidir. Başlanğıcla sonu da birləşdirir, məsələn 9 metr. Onda yer dəyişməmiz olur 9. Sual oluna bilər ki, yolla yer dəyişmənin fərqini tapın, bir-birindən çıxacaq təbii ki. Gördüyünüz kimi burada da yol yer dəyişmədən nədir? Böyükdür. Növbəti nümunəmiz, məsələn cisim A nöqtəsində hərəkətə başlayıb C-yə doğru 3 metr AB, 4 metrdə BC istiqamətində gedib. Bunun yolu 3 üzərinə gəlinsin 4, elədi 7 metr. Yer dəyişmək isə başlanğıcla sonu birləşdirən düz xətt. Bu da Pifaqor teoremidir ki, buradan bura biz düz xəttimizi çəksək, hipotenuz olacaq. Hipotenuz da yer dəyişmədir, yerini nə qədər dəyişib. Katetlərin kvadratlarının cəmidir. 3-ün kvadratı, üzərinə gəlinsin 4-ün kvadratı. Ümumi bizə verəcək yer dəyişməmiz 5 metr. Növbəti anlayışımız zaman anlayışı olacaq. Zaman anlayışımız nədir? Əslində zaman fizikada bizim üçün çox mühüm anlayışlardandır ki, bütün funksiyalar zamana görə demək olar dəyişir. Təbii ki, bir-biri ilə dəyişənlər var, amma 80% funksiyalar zamana görə dəyişir. Zaman deyəndə nə başa düşürük? Zaman, yadda saxlayaq, hərəkətin davam etmə müddətidir. Yəni, bir hərəkət nə qədər davam eləyir, o onun zamanını xarakteriz edir. Davam etmə müddəti zamandır ki, biz hər bir hərəkət üçün danışırıq da, belə ümumi bir tərif demirik. Zaman özdə müsbət skalyar kəmiyyətdir, kiçik T hərfi ilə işarə olunur, temperatur da var, lakin qarışdırmayaq. Vahidi isə 1 saniyədir. Ölçülə bilər saniyə ölçənlə. Yadda saxlayaq, zaman saniyə ölçən adlanan cihazla ölçülə bilər. Saniyə ölçən. Saat da deyə bilərik və s. Fərqli bir cihazlarda mümkündür ki, olsun. Saat, saniyə ölçən. Əsasən amma saniyə ölçəndən istifadə edəcək. Növbəti anlayışımız isə koordinat anlayışıdır. Koordinat nədir? Cismin olduğu nöqtə, yəni konum, bir sözlə cismin konumu, olduğu nöqtə hardasansa o sənin koordinatın sayılır. Biz ki deyirik, məsələn, filan yerdən konum at, yəni filan yerdən koordinat at mənə. Koordinatını mənə göstər ki, olduğun yeri biz bilək. Və cismin olduğu nöqtə adlanır nə? Koordinat ki, bu da X hərfi ilə işarə olunur fizikada. Mümkündür Y ilə də işarə olunsun. Biz danışırıq X oxu boyunca hərəkətlərdən. Ona görə X ilə işarə olunur. Əgər biz Y oxu boyunca hərəkətlərdən danışsaq, Y oxu ilə işarə eləyəcəyik. Və koordinatın da vahidi metrdir. Olduğu nöqtə, yəni məsafədir. Bunun düsturu nədir? Ümumi belə bir düsturu var ki, bu çox mühüm düsturdur. Düzxətli bərabər sürətli hərəkət danışacaq biz. Həmçinin düzxətli bərabər təcilli hərəkət danışacaq ki, bu belə deyək, bu tənliyin üzərində qurulacaq. Qrafiklərdə, düsturlarda və s. Deməli, cisim hər hansısa bir x0 nöqtəsindədir, fərz eləyək. Bu cisim buradan gəlib x nöqtəsinə. Biz bunu misal kimi belə göstərə bilərik sizə. Cisim x0 nöqtəsindən, məsələn, bura götürək 0 olsun. Bura olsun -5, misal. Deməli, belə çəkək bunu. Bura olsun 0, bura olsun -3. Burada olsun 5, məsələn. İndi bu cisim neçə metr hərəkət edib? -3-də başlayıb 5-ə gedib. -3-dən 0-a 3 metr, 0-dan 5-ə də 5 metr. Ümumi neçə metr hərəkətdə olub? 8 metr. Necə tapdıq bunu? Bu 8 metr bunun nə idi? Getdiyi məsafədir. İndi son vəziyyət olaraq biz 5 bərabərdir, -3 üzərinə gəlinsin 8 yaza bilərik. Bax, bu 5 son vəziyyətdir. Bizə göstərəcək x-i, son koordinatı. Bu -3 başlanğıc vəziyyətdir. Bizə göstərəcək x0-ı, -3. Bu s isə buradan bura neçə metr yerini dəyişib, onu göstərəcək bizə. O da 8-dir. Ona görə biz ümumi tənlik çıxarda bilərik ki, x bərabərdir, x0 üzərinə gəlinsin sx. X burada son koordinatımız olacaq bizim. X0 isə nə olacaq? Başlanğıc koordinatımız olacaq.